Evet. Allah Subhanahu Teala meselelerle bağlı devam ederek bildiğimiz bakın ayetlerden yola çıkarak hamımızın ezber bildiği, belki ben okusam səhv eləyərəm, siz benden daha yaxşı ezberlemişsiniz. Yani bazı ayetler var. Allah Subhanahu Teala diyor: "Ve qad ba'athna fi kulli ummetin rasula." Biz her bir ümmete bir Resul gönderdik. Yani tüm Müslümanların genellikle böyle diyeyim ki İslam'la yeni tanışanda ezberlemiş olduğu ayetlerden bir tanesidir. Ki biz kesinlikle وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا Biz her bir ümmete Resul gönderdik. Nedir? اَنْ اِعْبُدُ اللّٰهَ وَاجْتَنِبُ التَّاغُوتِ Allah'a ibadet edin ve tağuttan da sakın. فَمِنْهُمْ مَنْ هَدَى اللّٰهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الدَّلَالَ Bak ne güzel Allah bir vurgu etmiştir. Ayetler hamısını arka arkaya okuduğumuz zaman diyor ki Allah sonra فَمِنْهُمْ مَنْ هَدَى اللّٰهُ Allah onlardan kimsine peygamber vasıtasıyla hidayet etti. Hakkı dinlediler. فَمِنْهُمْ وَمِنْهُمْ Onlardan bazılarına حَقَّتْ عَلَيْهِمْ دَلَالَ Onlar aleyhi dalal. Onlardan bazıları dalaleti hak ettiler. Sapkınlığı hak ettiler. Yani Allah bir insanın zalalete düşürmüşse o adam onu hak ettiği içindir. Bir insanı hidayete edilmişse Allah onu lütfettiği içindir. Layık gördüğü için değildir. Yani ben buna layıkım, Allah bunu bana veriyor. Bak bu inceliği karıştırmayın ha. Birden aynı tefsir edersiniz. Bir insan zalaletteyse hak etmiştir, hidayetteyse hak etmiştir. Yok. Müslüman yani bunu bu şekilde neylemeyecek? Müslüman bunu bu şekilde düşünmemelidir asla. Müslüman bilmelidir ki bu Allah'tandır. Ve devam ederek diyor ki Allah Subhanahu Teala diyor ki bak Fesiru fil ardı Fesiru fil ardı Yer üzerinde gezin. Dolaşın. Bakın görün. Fenduru hep beraberce bakın. Keyfe kâne âkibetil mukeddibîn. Siz yalancıların akıbeti necə oldu? Gezin, dolaşın, bakın. Görün Allah'ın ayetlerini inkar eden, Allah'ı yalanlayanların akıbeti necə oldu? İn tehris ala hudahum Sen onların hidayete gelmesini istəyirsən də fe innallaha la yehdi men yudil. Allah azdırdığını hidayete erdirmez. Ve onların bir yardımcıları da yoktur. Allah korusun. Bazen insan bakırsan ki aramızdan uzun müddetli bir Müslümandır. Birden bakırsan ki Allah Subhanahu onu saptırmıştır. Fikirlerle, düşüncelerle insan sünnetten bir karış ayrıldı mı sapa sapa gelir. Allah korusun. Yani bir tane karış ayrıldı mı bakırsan ki insan artık yavaş yavaş bir hadisi kafasına koyuyor. Mesela bu hayat benim kafama yatmıyor. Sonra diğer ayet incelir, sonra hadisleri incelir, sonra hadisleri Kur'an'a incelir, sonra hadisleri ortadan çıkartmaya çalışır. Sonra diyor ki Allah Resulü bir beşerdir. Sonra diyor vahşi ayetler hakkında, ama sonra diyor ki vahşi din Allah, yani bunlar benim böyle diyeyim kafama yatmır. Bugün Cüme suresinin bir tefsiri var idi. Allah Subhanahu Yahudiler hakkındaki Yahudiler deyirlerdi ki ya eyyühellezine hadu in za'amtum ennekum evliya siz ey Yahudiler zannedirsiniz ki siz yer üzerinde Allah'ın dostlarısınız insanlardan hariç, yani insanlar başka siz başka, siz yer üzerinde Allah'ın en hayırlı insanlarısınız. Bu ayeti bir Yahudi araştırır, Tevrat'ta özüne bakır, ümmete dinden uzaklaşır. Der bu adaletsizliktir. Yani Tevrat'ı okuyor, Allah sadece Yahudileri seçip dinden uzaklaşır. Böyle bir şey olabilir. Nedir yani? Allah bu kadar insanı yaratmadı mı? Yani Yahudilerin özelliği nedir ki onlar diğer insanlardan daha üstündür. Bak kafaya yatmadı. Ne nedir? Ümmet Yahudilikten uzaklaştı. İslam'a da gelmedi. Yahudilikten beri uzaklaştı gitti yani. Ki bu necə Allah olabilir? Yani adam İslam'dan bir haberi de yoktu. Ama adam Yahudidir. Ya kafasında bir çelişki yarandı. Ama o çelişkiyi kim yaratmıştı? Yahudilerin özleri. O ayeti kim yazmıştı? Yahudilerin özleri yazmıştı. Ne demişlerdi? Allah'ın ayetini değiştirmişlerdi. Ve demişler biz yer üzerinde Allah'ın en seçkin kullarıyız. Bugün bir insan da çıkıp bir cemaat, bir topluluk bazen diyelim biz
yer üzərində ən yaxşı dəvətçiyik. Biz ən yaxşı cəmaatıq. Biz sıratın ən doğru olan bir cəmaat bizik. Başqaları hamısı sapıqlıqdadır. Hər şey insanın özündən görməsi, Allah qorusun, insana baxırsan ki, zamanla gəlir, saptırır. Nə demək? İnşallah ki, biz hidayətdə və möminlərin safında sahabənin yolunda olduğumuzu düşünərək və bu yolda cəhd edirik və sırat-ı müstəqimdə olmağa da nədir? Yəni, gücümüz yetən qədər çalışırıq. Və bunun üçün, bax, ayətdə aydicənə biz görürük ki, məsələn, Nahl surəsinin, yəni bu ayətini biz açıqladığımız zaman sadəcə bir qismi açıqlayır. Yəni, ayətin davamı bizə görə bir dəqiqə soruşsaq ki, ayətin davamı varmı? Bir çox qardaşlar tabii ki, ayətin davamı bizə maraqlı deyil. Sadəcə bizə maraqlı gələn tərəfi nədir? Allah hər bir ümmətə Rasul göndərmiş ki, Allaha ibadət edin və tağutdan da uzaqlaşın. Amma ayətin davamına baxdığımız zaman da görürük ki, yəni bir müsəlmanın üzərinə əgər bir hidayət nəsib olmuşsa, bunu ona Allah nəsib etmişdir. Bir insan zalallətdədirsə də ona Allah haqq etdiyi üçün onun içine girmiştir. Ona görə müsəlmanların, müsəlman toplumundan Ömer radiyallahu anh demişkən, deyir, fasik bir toplum olsa belə, əgər onlar Quran və sünnət elm üzərindədirlərsə, o topluluq yalnız başına, dağda tək başına salih olan bir şəxsin halından daha hayırlıdır. Yəni bir insan möminlərin ən üst təbəqəsi olan mühsin olub evdə oturmaqdansa, günahı ilə müsəlman toplumunun içində olması daha hayırlıdır. Günahı ilə bərabər. Çünki evdə insana əməlləri deyə gözəl görsənəcək. Və zaman gələcək şərlərlə qarşılaşacaq. Onun şər mi, xeyir mi olduğunu görməyəcəkdir. Və ondan sonra əməlləri onu aldadacaq şeytan vasitəsilə və zamanla özünü saptıracaqdır. Məsələn, bir günləri Abdülqadir Ceylani bilirsiniz də, yəni. Yox, Abdülqadir Ceylani Həmbəli məzhəbinin müştəhidlərindən, hədis alimi. Bu, bilirsiniz ki, zühud taqva əhli idi. Allah dostlarından sayılan bir alimlərdən idi. Allah bizdə onlardan eləsin. Onlar bu dini sadəcə masada, belə deyim ki, anlatmırdı bizim kimi. Yəni biz gəlirik, indi burada danışırıq, siz dinləyirsiniz. Mən anlattığımı doğru dürüst yaşamıram və yaxud da ki, dinləyənlər doğru dürüst yaşamır. Zikirdən sonra unudurduq, gedirik. Çünki yanlış bir toplumun içərisindəyik. Hidayət üzərinə olmayan bir toplumun içərisində. Yəni 100 nəfərdən 1 nəfər və 1000 nəfərdən 1 nəfər hidayət üzərindədir ya deyildir. Allah aləm, doğrusunu Allah bilir. Həmən Abdülqadir Ceylani dənizin kənarında Allah'a təfəkkür eləmək üçün salihlərin adəti idi. Yəni salihlərdən belə bir adət var idi ki, yalnızlığa keçirərlər. Yəni əl-üzlə deyə bir şey var. Yəni müsəlmanın yalnızlığa çəkilməsi. Ara sıra Allah'a təfəkkür etmək üçün. Dolmanı, kebabı tək yemək üçün deyil. Qazandığı pulu, paranı tək yiyib gəzmək üçün deyil. Allah'ı xatırlamaq üçün yalnızlığa çəkilmək. Yəni dağa gedib baxanda Allah'ı xatırlamaq üçün dağa çəkilirlərdi. Anlatabildim mi? Yəni və yaxud da ki, yalnız yaşamağı sadəcə və sadəcə Allah'ın nemətlərini görüb, Allah'ın lütfunu görməsi üçün idi. Bir gün belə dənizin kənarına gedir və dənizdə Allah Subhanahu taala təfəkkür edir, dənizə baxır və bir gün baxır ki, başının üstündə böyük bir dənə qara bulut var yəni. Baxır ki, başının üstündə qara bir dənə bulut var və ona salam deyir. Və sonra ona deyir ki, ey Abdülqadir, Allah səndən bu gündən sonra Allah səni sevdi, Allah'ın sənə vəhisi var. Deyir, nədir? Bu gündən sonra sənin üzərindən namaz qalxmışdır. Baxıb ona deyir ki, ey Allah'ın düşmanı, Allah məndən xeyri olan Muhammeddən deyir, namazı qaldırmadıysa məndən necə qaldıra bilər? Orada şeytan nə deyir? Mən bilirəm ki, sən insanlar içində ən elmli olan insansın. Sənin elmin, irşadın səbəbilə Allah səndən neynədi? Bu namazı qaldırdı. O ona deyir, Allah'ın düşmanı olduğunu biləndən sonra şeytan ona deyir ki, vallahi sənin kimi nə qədər Allah dostlarına yaxınlaşmışam, hamısını saptırmışam, amma səni saptıra bilməm. Səni elmin qurtardı. Elm səni qurtardı. Sən bildin ki, Allah Resulü məndən üstündür. Bax, elm budur.
Allah məndən üstün olan, sevdiği bir Həbibindən, bir Peyğəmbərindən bu namazı qaldırmayıbsa, mən kiməm ki Allah bunu məndən qaldırsın? Hak batili ince bir elinden ayrı etti. Ama biz olsaydık öyle mi? Vay! Ya ben erdim arkadaş. Ben tam ondanım ha. Zaten bunu bayağı da bekliyordum ama biraz sanki biraz gez kalmadım mı yani? Niye bu kadar geliştin arkadaş? Ben çoktan hak etmiştim bunu ya. Oh, dünya benim. Var mı sufilerde var öyle bir şey. Adam bir su haramları yedi diyor Allah bunu benden kaldırıp Allah bunu bana sorumlu tutma bu haramı. Her şeyden bunu. Evet. Deyir Allah Subhanahu taala bunu benden kaldırmıştır bu sorumluluğu. Bunun için kardeşler, yani hakikaten de ilim insanı zalaletten kurtarılmasına bir sebeptir. Ama bu ilim yani devamlı olarak İslam ve Müslümanların içinde faydalı olduğu zamanda bakırsan ki o bazen olur tek yalnız başına çok okuyor Müslümanların içinde o bir de bakırsan ki adam saptı gitti. Niye? Ne özü faydalandı okuduğu ilimden ne de başkalarını faydalandırdı. İnsan anlattığı zaman insan özü de faydalanır. Ama insan okuyur, yüklenir ve de ki Allah Subhanahu Cümle suresinde diyor ki onların durumu yüklenmiş eşek gibidir. Elmi yükledi, yani eşeğin beline bütün tefsirleri, hadisleri yüklesen eşeği efendi anlayacak mı ki bu Kur'an'dır, bu sünnettir, bu kitaptır? Yok. Ve eşeğin beline binsen ki bir peygamber binse de ne anlar? Ebu Cehil bilse de ne anlar? Bir at böyle atın bir üstü eşeğin beline sen bir normal bir insan da binse, uşaq da binse, kadın da binse onun için fərqi yoktur. Onun derdi yükü taşımaktır. Ne de şuna fayda vermirse, elmi öğrenip yani onunla əməl etmeyen, yaşamayan bir topluluk da hemen bu eşeğin belinde güç taşıyan bir toplum için Allah bunu Yahudilere söylüyor ki Yahudilerin durumu bu oldu. Onlar hakkı bildirir. Ya'rifuna kema ya'rifuna ebna'hum. Muhammed Aleyhisselam Allah'ın peygamberi olduğunu onlar bildiler, gördüler ama lakin tabi olmadılar. Yani demek ki bazen bilmek fayda vermir. Bazen yok. Bilmek emel olmamaksızın hiçbir zaman fayda vermir. Eğer bizim bu günler mesela bu İslam davetini öğrenmişik, İslam davetini bilirik. Lakin biz bunları emel eləmiriksə, yani mesela Allah Subhanahu Teala bize yer üzerine yayılın diye. Cüme günü cümeye gelin. Cümeden sonra yer üzerine yayılın. Allah'ın rızkını arayın. Ve Allah Subhanahu Teala'yı insanlara anlatın. Ve Allah Subhanahu Teala diyor ki size bir ümmet olun. Bir cemaat olun. Vetekum minkum ümmetun yed'ûne ilel khîr. Bak bir cemaat olmanın sebebi ilk başta nedir kardeşler? İnsanları Allah'ın dinine davet etmeye. Yed'ûne ilel khîr. İbn Abbas diyor ki khîr yani ilel İslam. Çünkü el İslam min evvelihi ila ahirihi kulluhu khîr. İslam evvelinden sonuna kadar hayırdır. İslam şer nispet olunmaz. İslam tamamıyla hayırdır diyor. Sonra neyin diyor? Emuruna bil ma'ruf. İnsanlara ma'rufu çatırır. Şimdi bir insan İslam'ı bilmeden bir insan İslam'ı anlatabilir mi? Ma'ruf nedir? Allah'ın hakkı. Tevhid, şeriat, din, Allah'ın haramları, Allah'ın halalları, daha doğrusu Allah'ın vacipleri, tevhid budur. Yani sen tevhidi bilmirsense de, vacipleri bilmirsen de, küfür şirki bilmirsense de, hansı böyüktür, hansı kiçiktir, hansı dinden çıkardandır, hansı haramdır, sen bunları bilmirsense necə insanlara doğru dürüst anlatacaksan? Veya ayeti de ve yenhemu anil münker, insanları münkerden sakındırmak. Sen neyin münker olduğunu bilmirsense de ve hansı münkerin hansı zamanda qadağan edildiğini bilmirsense de sen necə dəvət edeceksin? Sen aslında ortalıkta böyük bir fitne salarsan. Mesela İbn Qayyim Emr bil Ma'ruf Nehy anil Münker'le bağlı kitap yazıptır. O kitapta İbn Teymiye'den misal getirir. O misalında bu barada da Şeyh Hazimi 4 ders edip de Allah esaretten kurtarsın. Amin. Ki Emr bil Ma'ruf ve Nehy anil Münker'in yani bir elimdir. Emr bil Ma'ruf tamamıyla tevkifidir. Yani tevkifi ne demektir? Geçen de açıklamıştım kataliseleri. Kur'an ve sünnetten ayrılmamak lazım. Yani sen ağlına gelen yerde istediğin şekilde davet edebilmesin. Yani davet tamamıyla şeriate bağlıdır. Bugün bir cemaat davet eləmək için bir araya gelirse, önlerine de bir vatandaşı seçirlerse, rehber, idareci, emir, komutan, hoca, hacı seçirlerse, bu insanların elimden
və yaşadığı bölgənin durumundan və əhalini hansı İslam'a və necə dəvət etdiklərindən xəbərdar olması lazımdır. Elm üzərində olmalı. Allah Resulü sirasını öz həyatından daha çox əzbər bilməlidirlər. Sahabəni daha çox bilməlidir. Quranın nasixini, mənsuxunu, Məkkəsini, Mədinəsini, mutlaqını, muqayyədini, mütəşabihini, mühkəmini, mücbəlini, mübeyyənini, tüm bunların hamısını bilməsi lazımdır. Hansı əvvəldir, hansı sonradır. Necə ki İbn Teymiyədən İbn Qayyim adını şöyle misal verir ki orada. Deyir, bunu çox zikr etmişəm. Şamda deyir, gəzirdik deyir. Gəzərkən İbn Teymiyə ilə bərabər bir dənə de bizlərdən birisi Monqolların içki içib əyləndiklərini gördü. Dedilər, gedək onları qadağan eləyək ki, qoy onlar bir daha içki içməsinlər. Gedib onları qadağan eləyək, əmr bil məruf edək, nəhəni münker eləyək. Çünki ayətdə deyir ki, فَمَنْ رَأَ مِنْكُمْ مُنْكَرًا فَلْيُغَيِّرُ بِيَدِهِ. Sizlərdən kim bir münker görərsə onu əli ilə dəyişdirsin. Gedək onu əlimizlə dəyişdirək. Deyər İbn Teymiyyə dedi ki, məhlək, durun. Dur dedi. Dedi, ya şəkkif, onlar münker eləyir, biz necə onları qaldırmayıq? Deyir, yox, bıraq içsinlər. Tünizyan şeyx, bıraxaq içki içsinlər. Deyir, hə, bıraq içsinlər. Niyə? Çünki deyir, onlar əgər içməsələr, yemiş olduqları yeməklərin nəticəsində şəhvətləri yüksələcək. Onu sindirmək üçün Müslümanların ırzlarına, namuslarına təcavüz edəcəklər. Belə olduğu halda Müslümanlarla Monqollar bu dəqiqə sülh şəraitində yaşayırlar. Onlar Müslümanların namusuna saldırdığı zaman da Müslümanlar artıq heç bir şərt, heç bir anlaşma, heç bir sülh dinləməyəcəklər. Və sonuçta Müslümanlar bir-birini öldürəcəklər. Bir Müslümanın ölümü ilə içki yan yana gələndə Müslümanın ölümü içkidən daha önəmlidir. Yəni, Müslümanın öldürülməməsi, qanının axıdılmaması ən önəmlidir. Yəni. Ona görə, bax, İslam nə edir burada? Bir mərhələ güddür, mərhələ var. Kimə, nerede, hansı məsələni söyləsən nə olacağı çox önəmlidir. Yəni. Bəzən dəvətdə insan yanlış edib bir insanı saptıra da bilir, zalətə düşürə də bilir. Ki bu insandan mən hardan başlayayım? Adamı elə bombalayır, elə doldurur ki adam canlı bomba kimi gəlir ortalıqda. Düt bassa partlayacaq yəni adam. İslam'ın elə yerindən başlayır, elə yerindən anlatır ki adam baxırsan ki 500 lira sönür zaten. 10 gün sonra, 1 ay sonra, 2 ay sonra adam baxırsan ki ta zilləyə çıxır, oradan düşə də bilmir, düşədir yıxılır, adam getdi ondan da. Niyə? Çünki mərhələ ilə İslam'ı anlamadığı üçün, tevhidi anlamadığı üçün, yəni bu məsələləri özünə aid, öz beyninə aid bir şəkildə nədir? Anlatılması lazımdır ki, insan imanda, İslamda sabit qalsın. Öyle olmasaydı Allah Subhanahu teala İslam'ı yəni cümleten indirərdi. Tevrat kimi, İncil kimi İslam'ı cümleten indirərdi, amma Allah Subhanahu teala onu tenzil necə elədi? Mərhələlərlə ara-ara 23 ilə tamamladı. Bir insanda en birinci münkerlərin ortadan kaldırılması gereken şey nedir? Şirk, küfür. Haramlar sırayla, zamanla bırakılmalıdır. Eğer böyle olmasa, ya derim, şeriatı bir insan 23 yıllık bir şeriatı, bir Kur'an'ı bir insanın beline yüklersen ezilip kalır orada. Onu kaldırabilmez yani. Ve bu sebepten de burada şeyh bütün ayetleri, yani hidayetin Allah Subhanahu Teala'nın elinde olması ve zalimlerin de zulmünün havasına tabi olması ki zalimler zulmettiler. Onlar neye göre? Çünkü onlar öz havalarına tabi oldular. Azdılar çünkü onlar havalarına tabi oldular. Azdılar ne için değil? Onlar öz nefslerine oluyorlar. Bakın Allah Subhanahu Teala Rum suresinde onlar değil, zalimler değil. Neye göre haktan azdılar? Çünkü onlar elimsiz bir şekilde zulmettiler. Elimsiz bir şekilde. Ve havalarına uydular. Böyle havalarına uyanları da Allah hiçbir zaman azdırmaz. Daha doğrusu hidayet edilmez. Musa Aleyhisselam'ın kavmine Allah ne dedi? Musa Aleyhisselam dedi: "Ya kavm, lima tu'zunani?" Niye bana eziyet edirsiniz? Axı siz bilirsiniz ki ben Allah'ın size göndermiş olan bir peygamberiyim. Niye bana eziyet edirsiniz? Allah ne dedi?
Ayetin sonunda onlar deyir, nedir? Musa Aleyhisselam'ı incittiler. Allah dedi fısk ettiler. Allah ise fasık olan bir toplumu innallah la yehdi kavmel fasikin. Allah fasıklara hidayet edilmez. Ve diğer mesela ayetlerde bakırıq ki, yani Fatır suresinde de Allah Subhanahu ve Teala ki kafirlere, hak sahibi olmayan insanlara emelleri elimsiz olduklarından dolayı gözler görsenir ve ondan sonra da Allah Subhanahu Teala neden onları azdırır. Çünkü neye göre? Onlar değil nefslerine, hava ve heveslerine uydukları içindir. Ama kimler ki febeşşir ibadi ellezine yestemi'unel kavle, benim o kullarımın müjdele ki onlar benden doğru sözü eşidirler ve feyettebi'une ahsene, en güzeliyle onlara tabi olurlar. İlâ kavli Teala, nedir? Onlar ağıl sahibi olarak düşünüp Kur'an'ı ve sünneti yani doğru Allah'ın istediği şekilde düşündüklerinden dolayıdır. Yani bu sebepten de Şeyh bu yani ayetleri burada güzel şekilde zikredir ve en sonda uzatmak istemiyorum. Çünkü Şeyh'in burada zikretmiş olduğu ayetler yani gerçekten de çoktur. Tamam mı? Yani o kadar ayetler zikredir ki sadece neyle bağlı? Yani hidayetin tamamıyla Allah'ın elinde olması. Azan insanın Allah'ın iradesiyle, hakka gelen insanların da Allah'ın iradesi ve hidayetiyledir. Ve sonunda Şeyh burada diyor ki İ'lemû, bilin ki ya me'şerel muslimin, ey Müslüman toplumu, Müslümanlar, bilmeniz lazımdır ki sizin Mevlanız, Kerim olan Mevlanız size haber verir ki ennehu yehdi men yeşe. Yani bütün bu ayetlerde değil, Allah Subhanahu Teala bize gösterir ki Allah istediklerini hidayete bildirendir. Ve onun kalbine Allah deyir kalbihi, onun kalbine ne salır deyir? Mehabbe, sevgiyle, ne sevgisi? İman sevgisini salır. Ve ondan sonra o iman edir ve Allah'ın getirmiş olduğu şeriatı tasdikleyir. Sonra deyir ve yudillu men yeşe, istediğini azdırır. Ne bir peygamber ne de başkası onun hidayetinin sebepkarı, asıl sebepkarı değildir. Allah sadece bir sebepkardır. Asıl sebepkar Allah Subhanahu ve Teala'dır. Allah deyir o insanın deyir ki o insan deyir kalbinde imana nifret uyandırar. Yani imanı ve İslam'ı sevmez. Ve ne ki yani Hucurat suresinde Allah Subhanahu Teala deyir habbebe ileykumul iman, imanı size sevdirdi. Ve kerraha ileykumul kufra vel fusuka vel isyan. Allah sizin kalbinizde küfüre, isyana, fıska karşı nedir? Bir kerih istiyor, siz onu sevmişsiniz. Bunun için mesela bugün bir insan mesela Allah'ın öyle haramları var ki İnsan onu işlese de sevmir. İnsan kalbinde ona nifret edendir. İnsan peşman olur. Bu nedendir? Allah Subhanahu Teala onun kalbine vermiş olduğu imandan dolayıdır. Ve bu sebepten de Şeyh burada bitirerek diyor ki yekün olarak yani yekün olarak söylüyorum ve bilmeniz değil yani istediğim odur ki Allah Subhanahu ve Teala yani hidayeti böyle diyeyim ki 4 merhale ayırmıştır. İnşallah onu ben başka bir zamanda zikredeceğim. Yani hidayetin 4 merhalesi var. Yani bir insan nece hidayette olabilir? Bunun ayrı 4 tane merhalesi var. Yani İnşallah onu Allah nasip ederse yani zikredeceğiz. Sadece olarak burada özet olarak bunu bilelim ki yani burada şeytan bize vesvese vermesin ki adı nedir? Madem hidayet eden Allah'tır, azdıran Allah'tır, o zaman benim gelim evde oturum, elime verdim ki başımı göğe kaldırım, göyden bağıma zembil düşsün. Yani bunu gözlemesin. Yani bu Allah Subhanahu diğer ayetlerinden tersdir. Çünkü ayetler hamısı birbirini, mevzular birbirlerini takip edir. Burada esasen reddiye verilmesindeki məqsəd məsələ yenə qədəriyyə mövzusuydu. Yəni qədəriyyələr nə deyirlər? Allah Subhanahu ve Teala'nın yani insanın hidayete gelmesinde hiçbir tesiri yoktur. Mesele ondan bağlıdır. Tamam mı? Mesela Mu'tezile ile bağlıdır. Mesela Cehmiyelerle bağlıdır. Mesela Kaderiye'nin diğer kollarıyla bağlıdır ki bir insan zalalete düşürse o Allah'a aittir. Allah'ın orada bir iradesi, bir isteği, bir meşiyeti yoktur. Yani tamamıyla hidayet de, irşad da kimin elindedir? İnsanın öz elindedir. Yani bir insan haram işlediyse Allah'ın burada izinine, meşiyetine, bir iradesine
bir təsir yoxdur. Allah sadəcə olay olandan sonra o iş barədə xəbərdardır. Və bizim də bu məsələ ilə bağlı qədər mövzusunda dedik ki, biz 2 dənə əsas kural söylədik qədər mövzusunda. Qədər mövzusuna girərkən, qədərdən danışarkən 2 dənə mövzuyu söyləmişdik, xatırlayırsınızsa. İnsan qədərdən danışarkən onu qabağına qoymalıdır, elm olaraq danışmalıdır, danışarsa. Və bundan daha da əvvəldə nə dedik? Qədər mövzusunda ümumiyyətlə danışmaq olmaz. Tamam mı? Qədər mövzusunda ümumiyyətlə danışmaq olmaz. Birinci qayda buydu. İkinci, qədər mövzusunda danışarkən elm lazımdırsa, rəddiyə vermək lazımdırsa, nə etmək lazımdır? Bilmək lazımdır ki, qədər Allahın sirlərindən bir sirdir. O sirri aça bilməyəcəksin. Üçüncüsü, bilmən lazımdır ki, bu Allahın xəzinəsidir. Qədər mövzu. Bütün hər şey o xəzinənin içərisindədir. Və elə isə sən o xəzinəni qurdalamağa çalışma Allahın iradəsi və icazəsi olmadan. Və sonra bilmən lazımdır ki, Allah bu barədə vahiy ilə nəyi bildirdiysə onunla yetinmən lazımdır. Vahinin kənarına çıxma. Və 5-ci olaraq qədər mövzusunda mövzu açıb danışmaq danışan insanların həlakə getdiyini bilmən lazımdır. Yəni qədər mövzusunun içinə girib də ondan sağ salim çıxan insanlar olmamışdır. Onlar həlak olub getmişlərdir və bu səbəbdən də şəriət qadağan eləmişdir. Hətta İmam Acurri kitabında deyir ki, əgər qədər mövzusunda bizdən öncəkilər bu barədə danışmasaydı biz danışmazdıq və onlar danışması ilə demirik xata elədilər, lakin danışması ilə bu mövzu yayıldı. İndi buradan bir dənə də başqa bir mövzuya gəlim. Məsələni bağlayayım. Bilirəm, biraz darıxırsınız, uzun sürür. Siz başa düşürəm, rahat otura bilmirsiniz. Sizi anlayıram. Elhamdülillah. Bir mövzu zikr edeyim ki, baxın. Bir məsələ Quran və sünnətə tam anlamıyla dayanmırsa, insanın zehnində şübhə yaradıb insanları farklı yerə yönləndirəcək bir mevzu isə, yəni avamıyla, baxın, avamıyla, alimiyle, savadlısıyla, savadsızıyla məsələni dərk edə bilməyəcəklərsə də və o səbəbdən müsəlmanlar fifiyyəteyn, iki fiyəyə, tayfalara bölünəcəksə və ayrıyətən o məsələ dinin asıllarından, yəni Peyğəmbərin gətirmiş olduğu dəvətin əsas rəhbəri olan bir konu deyilsə, dinimizin lazımlarından, vaciblərindəndirsə, o mövzuyu açıb danışmaq qadağandır. Onu açıb danışacaqsan böyüyəcəkdir. Məsələn, Azərbaycanda bugün müsəlmanların 4-5 dənə məsələ var ki, o məsələ ilə bağlı, məsələn, müsəlmanlar ayrılırlar. Birinci şəfaət mövzusu. Məsələn, bir dənə mənə bir müsəlman göstərin ki, tevhid əhli, gedib Allah Rasul qəbrindən şəfaət istəsin. Tevhid əhli. Var, sufilər var. Gəl baxaq görək, bu ayət bizə uyğunlanırmış ki, biz münafiqlər üçün 2 yerə bölünmüşük. Doğru mu? Yəni sufilər, əşarilər, məturudilər, bunların etiqadına görə Allah Rasulü qəbrindən şəfaət istəmək sünnətdir, müstəhapdır, lazımdır, ibadətdir, xeyirli bir əməldir. Və bugün tevhid əhli özünə sələf salihin deyən Azərbaycanda, hələ mən başqa məmləkətləri demirəm, başqa məmləkətdə o qədər yoxdur, əsası bizdədir o. Yəni bizim qədər mən sizə altını çizərək söyləyirəm ki, 3 dənə qırmızı xətlə çizərək söyləyirəm ki, yəni mən o elm diyarlarının bir çoxsunu gəzib dolaşmama rağmen heç bir yerdə Azərbaycan xalqı kimi, toplumu kimi şəfaət məsələsini gündəmə gətirib paramparça olan ikinci bir cəmaət tanımıram. İkinci bir millət tanımıram, millət cəmaət yox. Yoxdur belə bir millət. Alimlər kitablarına zikr ediblər, oxuyub üstlərindən keçiblər. Kitablardan mövcud, dərslərdən mövcud. Amma bunu gündəmə endirib, müsəlmanların üzərində
bunu din olarak kurmuşlar. Çünkü neye göre? Bilirler ki o sapıkların əməlləridir. Reddiye veribler şirk ehline, bidat ehline. Müslümanlar burada bununla ne iniptir? Zaten ittifak halinde dinlerini yaşayıplar. Ki bu ayet de bize ait. Siz münafıklar için niye iki yere bölünürsünüz? Yani Eşariler, Meturudiler, Sufiler, bunlar zaten sapık, zelalet ehli olan insanlardır. Yani bunların fiillerine göre biz niye göre iki yere bölünmeliyiz? Biz neye göre tefrikelere bölünmeliyiz? Ha? Neye göre bölünmek? Bölünmeli değiliz. Tamam mı? Ondan sonra mesela gelin bu günlerin Müslümanların mesela için başka buna benzer olan birçok meseleler var ki bakırsan ki yine Müslümanlar mesela bak bu da yazırlar mesela canlıda kardeş sen şefaatle ne görürsen sen muhakemeye savunmanı sen şefaatten ayrırsan mı muhakemeyle şefaat muhakemeyle savunma bir midir? Her gün bak bana bu soru soruyor. Sonra bu da yazıyor mesela tekfir dinin neslindendir yoksa vacibindendir. Mesela sual soruşur. Tekfir dinin neslindendir vacibindendir. Yani desen ki hem lazımdır hem vacibidir hem əslindendir yine problem yaşayacaksan. Əslinden desen yine problem yaşayacaksan. Vacibinden desen yine problem yaşayacaksan. Mesela deyirsən ki mesela muhakemedir. Muhakemenin bir tərifi var. Bunu sen niye ayırırsan ki? Ya savundu ya savunmaz. Savunma diye bir din, sen bir şeriatte bir bab yoktur özel olarak bu küfür diyorsun yok. Sen bunu muhakeme var şeriatte. Allah'ın Resulü'nün şeriatının kenarına çıkmak, Allah'ın Resulü'nün şeriatının kenarına muhakeme olmak, Allah Resulü'nün şeriatına muhalefet etmek bu kadar. Yani bunun amacı yoktur çünkü. Ha ne olursa ol. Bir insan ilk önce neyi ortaya koymalıdır? Allah'ın şeriatinden başka bir şeriate muhakeme olmalı. Eğer orada Allah'ın şeriatinden başka bir muhakeme varsa, muhakeme şer'i tariflere uyursa konu kapanmıştır. Bunun için Müslüman toplumu bunu neylemiştir? Özü için alametül farika etmiştir. Ama her bir şey kadar bilmek lazım ki Kur'an ve sünneti. Mesela bana sen soruşsan ki bir anlamda mesela ben dünənlərdə canlı yayında deyirlər sen dünən canlı yayında demişsən bəli. Dünən mən canlı yayında dərsə dedim ki savunma bana göre vacibdir. İncə sen bunun altından çıx. Ben demişəm ki savunma vacibdir. Adam bak indi gör o bana ne sorur? Deyir mənə göre savunma küfürdür. Ben ona deyirəm ki savunma nedir? Vacibdir. İndi gel sen biz necə başa düşək birbirimizi? Bir var ben diyeyim küfür değil, üzr istəyirəm. Bir de var ben diyeyim ki vacibdir. Burada tam bir anlam orada, başka bir anlam çıkar. Anlatabildim mi? Burada mesela yine bir soru diye kadar şefaat var diyelim, bu da şefaat vaciptir. Dinleyiciye şefaat var diyelim, şefaate iman etmem, şefaati kabul etmemek küfürdür. Dinleyiciye ne şefaati? Diyelim küfürdür, o da Allah Resulü şefaatini kabul etmemek küfürdür. Allah Resulü şefaati olacak, kabul etmemek küfürdür. Çünkü bizimle bidat ehlinin arasında o var. Yani havaricilerle, mü'tezileyle bizim aramızdaki olan fark nedir? Onlar şefaati kabul etmirlər. Doğru mu? Veyahut da ki bir insana küfür, şirk, haram, dinsizlik ittiham olunursa bir insan harda olursa olsa dinini savunmalıdır. Dinini müdafaa etmelidir. Tevhidi savunmalıdır. Müslümanlığını savunmalıdır. Allah'ın dininde sabit olmalıdır. Yanlış değil, doğru değil mi? Yani bir Müslüman dinini savunmamalı mı? Veya bir insan münkeri qadağan etmek onun üzerine vacip değil mi? Bir insan ma'rufu savunması onun üzerine vacip değil mi? Bir insan küfür ve şirke karşı çıkması onun imanının taleplerinden değil midir? Bakın fikir ayrılığa düştü burada. Onun için arkadaşlar dini nedir? İstilahlar var ki diyor kelamul ulema ala makasidihim. Biz alimler değil, alimler anlaşılır ki diyorlar ki şeriat alimlerin sözleri özlerinin məqsədləri, maksatlı şer'i məqsədlər var, şer'i terimler var ki o terimlerin üzerindedir. Biri vaciptir, qəsdi din nəsildir. Bizi deyir, biri de dinin əslindendir ama qəsdi vaciptendir. Biri deyir ki dinin özündendir, dindendir. Qəsdi odur ki tamamıyla la ilahe illallah'tandır. Yani her birisi bir mesele farklı mana vermiştir ve sen alimlerin sözüyle iyyake sümme iyyake sümme iyyake sümme iyyake diyelim. Bak çünkü sakın alimlerin istilahları ile Müslümanı dinden çıkartma. Din adına da kelam danışma. Çünkü alimin sözü Kur'an ve sünnet değil ki. Ben bugün bir söz söyleyerek ne kadar söz söylemişik müeyyen meselelerde
dinin əsl olmayan məsələlərdə elhamdülillah elmimiz artıb, kitabımız elhamdülillah oxumaqla daha çox faydalanmışıq. Bilmədiyimiz şeyi öyrənmişik, o məsələdən vaz keçmişik. Və demişik ki, bu sələfin zaten uygulanmasında olduğu kimi, sahabənin uygulanmasında olduğu kimi, ne de ki İbn Abbas, yani bir zamanlar mesela siğanı icazə verdiği halda ki, siğa Allah'ın kitabındandır, ama zaman geldi Ömer radiyallahu dönemde dedi hadi bir görüm bir siğa yapsın da onu ben görün nasıl ben cezalandırayım, ondan sonra o onu edip etmediğini görelim yani. Qəbul edib etmədiyini görərəm və ondan sonra araşdırır, məsələdən dönür ki, həqiqətən də Allah Resulü bunu qadağan edər. Yəni sahabə Allah Resulünün dizinin dibində bəzi məsələdən xəbərsiz idi. Bir məsələdən söylüyor. O söylərkən, ona görə qardaşlar, nə eləmək lazımdır? Baxın, biz bir məsələdən danışarkən, elm və sünnət üzərindən danışarkən çalışmaq lazımdır, o elmimiz Allahın kitabına dayansın. Yəni, mən belə fikirləşirəm, mən belə düşünürəm. Məsələn, bugün bir qardaş mənə yolda sual verir ki, elə yanımdadır vətəndaş. Deyir ki, narahat olmur. Qardaş deyir, mən bir məsələ çatmır. Deyirəm, nə çatmır müəllim, deyə görüm. Deyir, bax fikir ver. Özü özünə gün bilməm, indi nətər qəbul edəcək, cavan qardaşdır. Deyir, tanımadığımız namaz, şəhadət gətirir, namaz qılan bir insana biz niyə müsəlman deyirik? Mən də deyirəm, yaxşı, şəhadət kimə aiddir? Deyir müsəlmana. Bəs namaz kimə aiddir? Müsəlmana. Heç kafir olup da namaz kılan gördün mü? Yok. Bak kafir olan. Bize göre təşkil ettiğimiz meseleden danışmır. Demek sen hansısa navaqil var sende, senin etiqadında sapılık var, sende mürciyelik var, sende cəhmilik var, sende mütezilik var, ondan danışmırıq. Yani Allah'ı ve Resulü şəriəti qəbul etmeyenden danışırıq. Şəriəti qəbul etmeyen bir insanın namaz kıldığını gördün mü? Yok. Şəriəti ve Muhammed Aleyhisselam'ı peygamber olarak kabul etmeyip de şehadet getirip ki ben şehadeti getirirəm Müslümanım ve bu sebepten de namaz kılam ama aynı zamanda da kafirəm böyle bir insan var mı? Yok. Peki o zaman namazı kim kılar? Müslüman. Yok sen namaz kılan bir adama, küfrünü şirkini görmediğin bir adama sen neye sebep ona sen kafir demezsen? Vatandaş dedi ki yanlış hatırlamıyorsa döndük, dönende yolun tam sağındaydım. Dedi ki orada biz toplumun yüzde ile götürsek namaz kılanlar var ki onlar nedir? Şirk əhlidir, küfür əhlidir. 10 nəfərdən birini danıştırsan baxırsan ki bir nəfər müsəlman İslam üzərində olan yol olmaz. Sadəcə namazı örf, adət və şirk üzərə namaz qılırlar. Deyirəm indi sənin dəlilin nə? Deyirəm yəni çoxunluq. Deyirəm bax bu çoxunluq sözü Allah və Rasulun hökmünü ortadan qaldırması üçün bu çoxunluğun sözünü say kimdədir? Əgər çoxunluq belə eləyərsə bu qəbuldur. Belə eləməzsə qəbul deyil. Dəlilin nədir? Deyir dəlilim yoxdur. Biz nə öyrənmişik? Darul küfürdə çoxunluq belə isə belədir. Amma bu Nassın üzərində istifadə olunmaz. Deyir ki, el-ictihad mukabilin nas batildir. Nassın qarşılığında ictihad olmaz. Nas var. Ki namaz Müslümana aittir. Namaz kılan Müslümandır. Namaz İslam'ın esas önemli sütunlarındandır. Namazın terki küfürdür. Namazın ikamesi İslam'dır. Kim namazını kılarsa nedir? İslam'ın safındadır. Müslümanın safındadır. Ayetler, hadisler İslam olan mesela sahabe, tabi'in, itibar tabi'in yani namaz kılan bir insana tanımadıkları hiçbir alimden bir tane rivayet yoktur ki ona kafir desinler. Biz bir zamanlar sadece neyi karıştırmışıq? Bir kafir namaz kılarsa. Bak bir kafir namaz kılarsa başkadır. Tanımadığın mechul bir insan namaz kılarsa başkadır. Yani bir kafir tanıysan dünən müşrik idi, qonşuydu, Ələsgər müəllimi, içiydi, din Allah şəriət yoxdur deyirdi, məsələsi. Ələsgər müəllim namaza başladı. Birdən baxdın ki, getdin, məsələn, Qarayevdə Semis mola getdin, məsələsi. Namaz vaxtı idi, oradan uğradın. Nə bilmən, getdin şəhərdəki hansı bir mola və yaxud da ki, hansı bir mescidə deyim, bu biraz yanlış anlaşılmasın. Yəni, vaqiyyəmizə uyğun deyirəm də, yəni yanlış anlaşılma olmasın. Getdin, baxdın, gördün, o dünənki Ələsgər bu gün namaz qılır. Bak İslam alimler burada deyir ki bu adam bütününe kim kafir tanımışır. İslam'ı reddedip bu adam. İslam'ı reddettiği için
bu adamın şəhadətini eşitməliyik. İndi yenə bizə rəddiyə gəldi. Sən demə bu alimlərin ixtilaf etməsinin məsələsi odur ki, bu namaz qılan kafirdən şəhadəti eşitmədiklərinə görədir. Elə isə o zaman biraz daha da yuxarı qalxaq. Nədir? Demişlərdi ki, bir kafir tanıdığımız veya tanımadığımız birisindən şəhadət kəlməsini duyarsaq, o anda müsəlman hökmü ilə müsəlmandır. Namaz vaxtı gələrsə, namazı qılarsa, İslam hökmünü tam olaraq qəbul etmişdir. Namaz vaxtı. İndi sən birinin kafir olmadığını görürsən, bilmirsən kafirdir. İslamın 5 şərtindən, əsas sütunlarından olan bir namazı, ibadəti yerinə getirirsə, sən zahirən ona söyləyə biləcəyin hökmən zahirən müsəlmandır. Biz demirik sən ged onu quzaqla, arxasında namaz qıl, istəsən qıl, istəsən qılma. İmam Əhməd kimi davran, Süfyan əs-Sevri kimi davran. Süfyan əs-Sevri nədir? Əhl-i sünnətdən olduğunu bilmədiyin sürəcə arxasında namaz qılma, sən eləmə. İmam Əhməd nədir? Mən öncələr bu məsələdə səhrankarlıq göstərirdim, amma sonradan artıq sadəcə tanıdığım insanların arxasında namaz qılmaya başladım. Sən İmam Əhməd kimi davran, əgər istəyirsən, istəmirsənsə də digər uləmə kimi davran. İmam Malik kimi, İmam Şafi kimi, başqa alimlər kimi davran. Tanıdın, tanımadın, İbn Teymiyyə kimi, İbn Qayyim kimi, Süfyan əs-Sevri olma, başqa İmam Naxai kimi ol. Tanıdın, tanımadın, elhamdülillah küfrünü, şirkini görmürsənsə də elhamdülillah arxasında namaz qılman əhl-i sünnətin etiqadındandır. Araşdırılman isə əhl-i sünnetin etiqadına tərsdir. Araştırma, bak kılmamak başka bir şey, araştırmak başka bir şey. Bunun için kardeşler, vallahi yani şeriat öyle incedir ki biraz azarsan, biraz yoldan kenara çıktım o konum var. Bak o bazen dedi sağa dön. O sağa döndün. Dönmedin geleceksen bir de hardan çıkacaksan Allah alem. O dönüş edeceksen geri dönebilmeyeceksin. O bazen öyle hesap edilse ki burada da buradan dönmeliyim. İnce fikir vermedin. Yanlış yere gelip Ermənistan'a çıkacaksın. O da oradan ne tər geri qayılacaqsan, yani Qazağa gelseniz, onun için diyorum. Biraz Qazaqdan soruşun kardeşim, ben buraya gelmişim, gezmek istedim dedin, Qazaqlardan birini çağırın ki, sonra gelip Ermənistan'a çıkmayasınız. Yani hala gitmeyin, zaman gelir sonra gidersiniz inşallah. Yani bu kadarla kardeşler, hakkınızı alın, biraz meseleleri uzattım ama istedim ki, yani okuduğumuz yerin bize fayda versin diye. Allah SWT bizleri hidayetten arımasın. Allah SWT bizleri hakkan isabet ettirsin. Allah SWT bizi daima batinle mücadele edip tevhid ve tevhid ehlini seven ve onların yanında yer alan kullarından etsin. Allahümme amin. Ve ahir davana enelhamdülillahi rabbil alemin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Amin ecmaîn.